إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وزدني علما رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد. Dərsimiz devam edir qardaşlar. 40 İmam-ı Nəvavinin 40 hadis kitabının şərhi. Bugün Allah-u Teala'nın izniyle 15. hadisə toxunacaq. Çünki öncə keçən hədislərdə bu hədisdə keçən məsələyə aidiyyət var. Və yaxud bu hədisin keçən hədislərlə az da olsa biraz irtibatı var. Və bizi maraqlandıran tərtibdən də önəmlidir məsələləri bir-birinə bağlamaq. Yəni, eyni məsələyə aid olan məsələləri daha da təqdim eləmək, daha da o məsələləri xırdalamaq ki, hətta məsələlər yadda qalsın. Hətta məsələni gözəl şəkildə yadda saxlaya bilək və onu əməl edə bilək və onu başqalarına çatdıra bilək. Bu mövzu xüsusən Ərbain Nəvavidə 40 hədisdə gələn 15-ci hədis çox həssas və mühüm mövzudur. Və əgər biz ümumiyyətlə Peyğəmbər s.ə.v-in həyatına və yaxud Peyğəmbər s.ə.v sahabələrinin həyatına və yaxud tabeinlərin, necə də tabeinlərinin və ümumi şəkildə sələf-i salihin, sələfilərin həyatına baxsaq görərik ki, hamısı bu məsələyə diqqət yetiriblər. Və hamısını bu məsələ, bu hədisdə keçən şeylər maraqlandırıb. Və bunu kitablarda geniş şəkildə yazıb izah eləməyə çalışıblar. Mən əminəm ki, əgər bugünkü gündə bunu müsəlmanlar bu hədisi tətbiq eləsələr, əgər müsəlmanlar bu hədisi tətbiq eləməyə çalışsalar, o gün yer üzündə ədalət çoxalar və fitnə fəsad azalar. Bu hədis, möhtərəm qardaşlar, hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin nasıl belədir? Əbu Hüreyrə radiyallahu anh'ın hədisdir. Deyir, Peyğəmbər s.ə.v belə buyurdu. Mən kənə yu'minu billahi vəl yevmil əxir fəlyəqul xayran əv ləyəsmut. Və mən kənə yu'minu billahi vəl yevmil əxir fəlyükrim cərahu. Və mən kənə yu'minu billahi vəl yevmil əxir fəlyükrim dayfəhu. Bu hədisdə necə ki, nasında məlum olduğu kimi 3 şey əmr olunur insanlara. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Allaha və axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun. Kim Allaha və axirət gününə inanırsa, qonşusuna ikram eləsin. Qonşusuna mərhəmət eləsin. Qonşusuna yaxşılıq eləsin. Kim Allaha və axirət gününə inanırsa, qonağına hörmət eləsin. Qonağına ikram eləsin. Hədisin nassı belədir. Öncə keçdiyi kimi hədisi Buxari və Müslim rəvayət etmişdir. Yəni, hədisin sihhətində, sağlamlığında şək və şübhə qətiyyən yoxdur. Və eyni zamanda bu hədisi başqa ləfzlərlə, bir balaca ortada ləfzi fərqi olmaq şərti ilə bir neçə sahabə rəvayət eləmişdi eyni zamanda. Ayşə radiyallahu anhə, Abdullah ibn Məs'ud, Abdullah ibn Amr ibn As, Əbu Əyyub el-Ənsari, Abdullah ibn Abbas radiyallahu anhum əcməin. Bunların hamısı bu hədisə, keçən hədisə oxşar hədislər rivayət etmişdir. Və bu hədisi eyni zamanda Buxari və Müslimlə başqa ləfzləri ilə başqa hədis alimləri də təxric etmişdir, kitablarında zikr etmişdir. İmam Əhməd, İmam Tabarani, İmam Tirmizi və başqaları. Bu hədislər çox məşhur hədislərdir. Peyğəmbər s.ə.v hədisin ilk fəqərəsində, ilk cümləsində buyurur. Kim Allaha və axirət gününə inanarsa və yaxud inanırsa, ya xeyir danışsın,
ya da sussun. Və Peyğəmbər s.ə.v-in bu hədisindən, bu hədisin ilk cümləsindən bu başa düşülür ki, Peyğəmbər s.ə.v deyir ki, kim belə eləyərsə, belə eləsin, kim belə eləyərsə, belə eləsin və bu ona dəlildir ki, həmin şey etmək imandandır. Yəni, Peyğəmbər s.ə.v hər hansı bir hədisdə buyurarsa ki, kim Allaha və axirət gününə inanırsa, belə eləsin, kim inanırsa, belə eləməsin, bu ona dəlildir ki, o şeyi etmək imanın əlamətlərindəndir. İmanın şöbələrindəndir. İmanın hissələrindəndir. Və kim hadisdə ki, gəlir, Allaha və axirət gününə inanırsa, bunu etməsin, onu tərk eləmək imanın şöbələrindəndir, imanın fəqərlərindəndir. Və bu mühüm məsələdir, qardaşlar. Görürük ki, Peyğəmbər s.ə.v daima insanların iman məsələsini müalicə eləmək istəyir. Müsəlmanların imanının güclü olmasını istəyir. Çünki iman insanda güclü olarsa, insanın zahiri də, daxili də düzəlir, sağlamlaşır. Və müsəlmanların zahirləri və daxilləri əgər düzələrsə, bu onu göstərir ki, yer üzündə ədalət çoxalır. Və yer üzündə ədalət çoxalırsa, Allahın bərəkəti çoxalır. Və yer üzündə izzət müsəlmanların olur. Bunların hamısı bir-biri ilə bağlı məsələlərdir. Və eyni zamanda buna oxşar hədislər çoxdur. Misal üçün, İmam-ı Tabarani, rahiməhullah, Əsvad ibn Əsramın hədisində rivayət etmişdir ki, bir nəfər gəlir Peyğəmbər s.ə.v-dən soruşur dil haqqında və s. Peyğəmbər s.ə.v ona deyir ki, فَلَا تَقُلْ بِلِسَانِكَ إِلَّا مَعْرُفًا وَلَا تَبْسُطْ يَدَكَ إِلَّا إِلَى خَيْرٍ. Peyğəmbər s.ə.v deyir, ancaq dilin yaxşı şeylər danışsın. Danışdığın şeylər ancaq xeyirli, faydalı şeylərdən ibarət olsun. Ancaq sənə fayda verən şeylərdən danışqının və əlini xeyirli olmayan şeyə uzatmaqının. Bu hədisdə hər iki şey cəm olunur. Həm dili qorumaq, həm də əli qorumaq. Başqa bir hədisdə gəlir, səhih hədisdə Peyğəmbər s.ə.v buyurur ki, deyir, kim dili iki çənəsi arasındakı və iki qılçası arasındakını qorumağa mənə zəmanət verərsə, mən ona cənnəti zəmanət verirəm. Yəni, kim dilini qoruyarsa, yalan danışmaqdan, qeybət eləməkdən, böhtan atmaqdan və imana xələl gətirən şeylərdən, günahlardan qısa şəkildə və kim zinadan çəkinərsə, övratını qoruyarsa və həmin insana Peyğəmbər s.ə.v cənnəti zəmanət vermişdir. Yəni, onun cənnətə, qəti şəkildə cənnətə girməyini müjdələmişdir. Çünki, qardaşlar, hədisdə faydalar çoxdur. İnşallah ondan bir neçəsini bacardığımızı çıxartmağa çalışacaq. Biz diqqət yetirsək ümumiyyətlə insanların halına baxarıq ki, bütün müsibətlər və yaxud müsibətlərin çoxu ancaq dildən gəlir. Dilin ucbatından gəlir. Ona görə Peyğəmbər s.ə.v o Əbu Zər radiyallahu anh nə deyir? Soruşanda ki, ya Rasulullah, biz danışdıqlarımızdan hesaba çəkiləcək bəyən. Bizi Allah hesaba çəkəcək danışdıqlarımıza görə. Peyğəmbər s.ə.v deyir ki, səkilətqə ummuk. Yəni, bu ərəb misalıdır. Yəni, inkar edir Peyğəmbər s.ə.v ona. Deyir ki, bəs insanların çoxu cəhənnəmə üzü üstə bəyən dili ucbatından sürtlənmir. Bu hədisdə işarət var ki, cəhənnəmə girənlərin çoxu elə dil ucbatından girəcək. Ona görə ikinci xəlifə Əbu Bakr radiyallahu anhu Peyğəmbər s.ə.v deyir ki, əgər ümmətim imanını tərəzinin bir gözünə qoysaq, Əbu Bakrın imanını tərəzinin bir başqa gözünə qoysaq, Əbu Bakrın imanı bütün ümmətin imanından daha artıq gələr. İçində alimləri olmaq şərti ilə, içində başqa sahabələr olmaq şərti ilə və s. salih insanlar. Əbu Bakr radiyallahu anhu dilinin altında daş gəzdirərdi. Hətta danışa bilməsin deyə. Hətta danışmağına mane olsun deyə. Hətta danışmaq istəyəndə xatırlasın deyə, hətta xeyir danışsın. Əgər, baxın qardaşlar, əgər Əbu Bakr radiyallahu anhu belədirsə, baxın indi biz bugünkü gündə nələr çəkirik bu dilin ucbatından. Bu dillə nə qədər problemlər yaşayırıq. Bu dil bizi nə qədər problemlərə soxur. Bizi nə qədər problemlərə vadar eləyir. Ona görə bu dil həcmi, şəkili
balaca olsa da, kiçik olsa da, onun şəri fitnəsi böyükdür. Necə ki, hikmət sahiblərinin biri deyir ki, Allah Teala insanda iki qulaq yaradıb ki, danışmaqdan çox eşitsin. Yəni, sən bir dilin var, iki qulağın var. Ona görə sən danışdığın iki qatını qulaq atmalısan. Amma bizlərdə bu tam tərsin olubdur. İmkan vermir ki, kimsəsi danışsın. Ancaq biz danışırıq. Qulaq asmağa vaxtımız yoxdur. Bu tam tərsinə çevrilir. Və bu baxımdan, qardaşlar, hədisin başqa ləfslərindən bəzilərini xatırlatmaq istəyirəm. Çünki hər ləfsində fayda var. Hər ləfsində müəyyən qədər fayda var. İmam Əhməd ibn Həmbəl Musnəd kitabında Abdullah Amr ibn al-Asın hədisində o da Peyğəmbər s.ə.v-in belə dediyini rivayət etmişdir. Mən samətə nəcə. Peyğəmbər s.ə.v buyurur ki, mən samətə nəcə. Kim sakit durarsa, kim susarsa, o insan nicat tapar. Yəni, o insan cəhənnəmə girməkdən canını qutarar. Və yaxud həmin insan cənnətə girər. Və bu hədisdə də yenə işarə var ki, insanların həlak olmağına ən böyük səbəblərdən biri insanın dilini qorumamasıdır. İnsanın çox danışmasıdır. Necə Umar ibn el-Xattab radiyallahu anh deyir ki, kim çox danışarsa çox xəta eləyər. Və kim çox xəta eləyərsə çox günah qazanar. Və kim çox günah qazanarsa o cəhənnəmə girər. Onun üçün biz əgər həyatımızı, bu dünyadakı həyatımızı Allahın kitabı ilə, Peyğəmbər s.ə.v hədisləri ilə düzənləyəriksə, o zaman bu dünyada nə xoşbəxtliklər hamısını görərik. Ona görə insanlar fərqlidir. Sələflərdən biri deyir, əgər biz üzərində olduğumuz neyməti padşahlar bilsəydi, bizə həsəd eləyərək bizi deyir, onlar şallaqlayarlardı. Çünki onlar həyatlarını alimlər, sələf-i salih, kitab və sünnət üzrə uyğuyarlardı. Həyatlarını kitab və sünnət üzrə qurarlardı. Və onun üçün bütün xoşbəxtlər, dünyada nə xoşbəxtlik varsa hamısını görərlərdi. Ümumiyyətlə, dildən çox danışmaqdan, faydasız şeyləri danışmaqdan çəkindirən hədislər və yaxud xeyri danışmağa əmr edən hədislər çoxdur. Bu mövzunu təfsilatı ilə danışmaq istəsək, uzun vaxt çəkər və eyni zamanda da belə düşünürəm ki, yadda qalan şeydə az olar. Lakin qısa şəkildə məsələləri cəm eləyərək ən azından bəzi məsələlərə toxunmaq istəyirəm. Bunlardan biri, necə ki sələflərdən biri deyir ki, insanın danışdığı üç şeydən qırağa çıxmır. Ya xeyir danışır, ya şər danışır, ya da nə xeyir danışmır, nə şər, boş-boşuna danışır. Bəziləri isə iki yerə bölüb danışmağı, deyir xeyr. Ya danışmaq xeyirdir, ya da şərdir. O boşu-boşuna danışılanı da onu şərin içinə salıbdır. Çünki onda da gözəl istinbat, gözəl fayda var. Deyir, çünki sələflərdən gəlmişdir, deyir, qiyamət günü, bəzi sahabələrdən mərfu olaraq hədisin hökmü gəlmişdir ki, qiyamət günü insanların ən çox həsrət çəkdiyi şey, ən çox peşman olduqları şey bu dünyada keçirdikləri faydasız vaxtlarıdır. Deyir, ona görə, o uduzmaq olduğuna görə, boş keçirilən vaxt ahirətdə uduzmaq olduğuna görə, onu da şərin içinə salmışdır. Yəni, sən faydası yoxdur, o da sənin üçün şərdir. Və danışmaq, indi mən sizdən bu sual soruşmaq istəyirəm. Danışmaq xeyirlidir, yoxsa susmaq? Kimdə var cavab? Necə? Ay, sual. Bu, ağla ancaq bu gəlir. Yəni, bu mövzudan danışanda sual çıxsa ortaya ki, danışmaq xeyirlidir, yoxsa susmaq? Və bu, elm əhlinin birindən soruşulur. O məclisində müzakirə olunur və hərə bir söz deyir, elm əhlinin, alimlərin bəziləri deyir ki, susmaq xeyirlidir, bəzilər, o birisilər deyir ki, danışmaq xeyirlidir. Və bu alim gözəl təfsilat verir həmin məsələdə. Deyir, danışmaq xeyirlidir, əgər xeyir danışırsansa. Yoxsa susmaq. Deyir, çünki kim susarsa onun faydası sadəcə onun özünə qayıdır. Başqalarına susmaqla faydalanmır.
Amma kim danışarsa xeyri, həm özü faydalanır, həm də başqaları. Görün, necə də dəqiq başa düşür məsələni. Ona görə xeyir danışmaq susmaqdan daha yaxşıdır. Amma xeyir danışmasan, şərdən susmaq o xeyirsiz şey danışmağından daha əfzəldir. Ona görə müsəlmanlara vacib olan şey nədir? Dillərini qorumağa çalışmaq. Bu, ən çətin məsələlərdən biridir. Ən çətin. Çünki bayaq keçdiyi kimi insanların çoxu cəhənnəmə dili ucbatından girəcəkdir. Və ona görə iblis də hansı şeydə daha böyük təhlükə var, hansı şey insanı daha tez uçuruma aparır və yaxud hansı şey insana səbəb olur ki, əbədi cəhənnəmli olsun, şeytan ən birinci girişdiyi o şeylər olur. Ona görə o həmişə baxırsan, insanın dilinə toxunur. Çox danışmağa vadar eləyir. Və insanı qəzəbləndirir. İnsan qəzəblənəndə danışır. Və danışanında xatalar eləyir. Ona görə dil məsələsinə fikir vermək lazımdır. Danışmazdan qabaq düşünmək lazımdır ki, sən danışdığın şeydə dünyan və axirətin üçün bir fayda var, yoxsa yox. Bu, möhtərəm müsəlmanlar, bunu belə başa düşməmək lazımdır ki, yəni insan qətiyyən başqa şey danışa bilməz. Xeyr, insan ticarəti üçün danışmalıdır, ticarət etmək üçün, başqaları ilə bir dünyavi məsləhət üçün danışmalıdır. Bunların hamısı xeyir danışığının içine girir. Çünki bunun özündə də fayda var. Bunun özündə də fayda var. Və yaxud da yalan olmayan zarafatlar məsələ. Necə ki, Peyğəmbər s.ə.v eləmişdi. Nəfs bezməsin deyə, istirahat etsin deyə bunların hamısı xeyir qisminə girir. Çünki müsəlman elədiyi hər bir şeydə gözəl niyyət eləyir. Elə bunun da əvvəlki mövzulara irtibatı ilə buradadır. İnsan nəyə görə zarafat eləyir? Hətta nəfsi bezməsin deyə, biraz müsəlmanların qəlbinə sevinç doldursun deyə və bununla da biraz onun sağlamlığı, biraz onun belə hərəkətləri normala gəlsin və təzədən ibadətə taqat olsun deyə. Çünki insan həmişə eyni şey eşdə və yaxud həmişə nəsiyyət eləsən, həmişə dindən danışsan, bezir. Necə ki, Peyğəmbər s.ə.v biri gəlib danışmaq deyəndə ki, ərəsə nəsiyyət elə, Peyğəmbər s.ə.v deyir ki, saatən fəsaat. Yəni, bir saat dincəl, bir saat qulaq as. Yəni, bir müddət, yəni, qulaq da az, nəsiyyətə də qulaq as, başqa işlərinə məşğul ol. Amma daim olsan, ehtimal var ki, bezəsən. Daim olsa, insan hər gün bal yesə, baldır da, 2-3 gündən sonra baxacaqsan, baldan dedigəndir. Aydındır. Belə. Deməli, bəzən problem yoxdur. İnsan gözəl, mübah olan zarafatlar eləsin və yaxud nəfsini istirahat etmək üçün bəzi mübah kəlamlar, söhbətlər eləsin. Bunda zərəl yoxdur. Bunların hamısı xeyr qisminə girir. Amma qaldı başqa şeylər, şit zarafatlar, zarafatda dərinliklərə getmək, yalanlar danışmaq və eyni zamanda qeybət məsələləri, nənimət məsələləri, yalan məsələləri, iftira məsələləri, böhtan məsələləri, yalan yerə and içmək və s. kimi sayıb qutarmaq mümkün deyil. Bu məsələlərin də hamısında danışmazdan qabaq fikirləşməlidir. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, kim Allaha və axirət gününə inanarsa, ya xeyir danışsın, ya da sussun. Hədisin gəlmə forması əmr şəklindədir. Yəni, ixtiyar vermir Peyğəmbər s.ə.v ki, hansını istəyirsən onu ilə, xeyr, əmr eləyir Peyğəmbər s.ə.v. Və usulu qaydaya görə əmr vacibliyə dəlalət eləyir. Nə qədər ki, başqa bir hədis onu vaciblikdən çıxartmır. Deməli, Peyğəmbər s.ə.v, eləcə də Allah-u Teala Quran-ı Kərimdə bir şeyi əmr eləyirsə, onun zahiri hökmü əmrdir. Başqa bir hökm gəlib onu əmrlikdən çıxartmırsa. Bu qaydadır. Buna diqqət etmək lazımdır. Ona görə əmrə müxalif çıxmaq böyük günahlardır. Peyğəmbər s.ə.v əmr etdiyi bir şeyə, şəriətimizdə vacib olan bir şeyi etməmək və yaxud qadağan etdiyi bir şey etmək böyük günahlardandır. Ona görə dilə fikir vermək lazımdır. Dil məsələsində çox diqqətli olmaq lazımdır. Necə başqa hədislərdə gəlir ki, Peyğəmbər s.ə.v deyir, ola bilsin insan bir kəlmə danışar, ağzından bir kəlmə çıxarda və o kəlməyə fikir verməyə, yəni böyük məna daşıdığını düşünməyə və ola bilə onun ucbatından bir Peyğəmbər s.ə.v cəhənnəmə girə.
70 il cəhənnəmdə olar. Həmin kəlmə ucbatında. Rahat deyil bu, bir kəlmə ucbatında. Bu hədisdə də işarət var ki, insan danışığına qəti şəklində fikir verməlidir. Və insan elə şey danışa bilər ki, İslamdan tamamilə çıxa bilər. Kafir ola bilər. Ona görə hər kəs danışmazdan qabaq danışdığı şey haqqında məlumat olmalıdır. Abdullah bin Məsud radiyallahu anh necə ki deyir, İyyəkum və fudulul kələm. İyyəkum və fudulul kələm. Deyir, boş-boş kəlamlardan çəkinin. Boş-boş kəlamlardan çəkinin. Bax, Abdullah bin Məsud demir, şər şeylərdən çəkinin. Xeyr, deyir, faydasız şeylərdən çəkinin. Çünki insan bəzən ola bilsin ki, danışdığı şey xeyr ola və ona görə onun əməl dəftərinə savab yazılar. Və ola bilsin ki, şər danışa və danışdığına görə əməl dəftərinə günah yazılır. Və ola bilsin, elə şey danışa ki, nə günah yazılmır, nə də savab. Abdullah bin Məsud həmən şeydən çəkindirir. Deyir ki, həmən o günah və savab yazılmayan sözlərdən çəkinin. Nəyə görə, qardaşlar? Çünki elə onun ucbatından insan neyini şərə girə bilir. Həmən o boş-boşuna danışılan söhbət ucbatından insanlara girə bilir, şərə girə bilir. Və biz nə qədər görürük ki, müşahidə olmuşuq ki, görmüşük ki, insanlar baxırsan, yüngülvari zarafat edirlər və biraz ara verdikdə, genişlədikdə axırı sporla qutarır. Axırı söz-söhbətlə qutarır. Bir-birlərini tənqid eləməklə ola bilsin ki, nəhayət bir-birlərini gəlib axırda vuralarda. Ona görə şəriətdə belə bir qayda var, sədd-ü-zəriə deyirlər. Yəni bir şeydə qorxulursa ki, bunda təhlükə var, qorxulursa, həmən ona gedən yollardan çəkinmək. Ona gedən yollardan çəkinmək. Necə ki, başqa bir qayda da var. Məsələn, Allah-u Teala əgər bir şeyi qadağan edirsə, eyni zamanda onu aparan yolları da qadağan edir. Və Peyğəmbər s.ə.v 10 kişi lənətləyir içki məsələsində. İçkiyi satanı, satdıranı, qayranı, qaytdıranı, içəni, içdirəni, alanı, aldıranı, daşıyanı və s. kimi. Bunların hamısı məqsəd nədədir? Əgər içkiyi qayran olmasa içən olar, içkini düzəldən olmasa içən olar, içkini satan olmasa alan olar, içkini daşıyan olmasa götürən olar. Ona görə Peyğəmbər s.ə.v bunların hamısını qadağan edib ki, nəticədə gedib ona çatmayasan. Necə ki, Allah-u Teala Quran-ı Kərimdə buyurur, məsələn, zina məsələsində. Deyir, Lə təqrabu zinə, innəhu kənə fəhişətən və səə səbilə. Zinaya yaxınlaşmayın, deyir Allah-u Teala. Demir, zina eləməyin. Yəni, zinaya yaxınlaşmayın. Hansı şeylər ki, sizə səbəb olur zina eləməyinizə, ona yaxınlaşmayın. Onu aparan yollardan biri nədir? Baxmaq. İnsan görməsə, qadını görməsə, zina eləmir. Onu görmək lazım, düzdür. Ona görə Allah-u Teala naməhrəmə baxmağı qadağan edir. Peyğəmbər s.ə.v naməhrəmə baxmağı qadağan edir. Çünki naməhrəmə baxmaq vəsilədir zinaya. Eləcə də Abdullah bin Məsudun sözü də belə başa düşülür. Ehtimal var ki, həmin o boş faydasız danışıqlar insanı şərə aparıb çıxartsın. Və bu ehtimal olduğu zaman çəkinmək lazımdır. Yəni, qısa şəkildə ancaq xeyir danışmağa çalışmaq lazımdır. Necə ki, İbrahimun Nəxai rahiməhullah buyurur, deyir, Yəhlikun nəs fi fudulil məl vəl kələm. İnsanlar əsas həlak olduqları şeylər boş mallarda və boş danışıqlardadır. Və insan baxırsan, malı çoxaldıqda, əgər onu tərtibləmirsə, onun zəkat məsələsinə fikir vermirsə və eyni zamanda o mal ona gəldiyinə görə özünə hesaba çəkmirsə, baxırsan ki, insan çaşır. Yavaş-yavaş çaşqınlığa gedir. Çünki dünya malı insanı çaşdırır. Ona görə sahabələr, tabeyinlər, Peyğəmbər s.ə.v Allah-u Teala Peyğəmbər s.ə.v deyir, əgər istəsən, Uhud dağını sənin üçün qızıl eləyərəm. Uhud dağını. Peyğəmbər s.ə.v istəmədi. Eləcə də Ömər ibn Xattab radiyallahu anh, Abu Bakr radiyallahu anh. Ömər ibn Xattab radiyallahu anh deyir ki, paltarında 14 dənə yamaq olardı. İslamın xəlifəsi idi. Paltarında 14 dənə yamaq. Yəni paltarının hamısı yamaqdan ibarət idi. Amma xəlifə idi, əlhəmdülillah. Onun dövründə Məğriblə Məşriqin arası nə qədər ölkələr müsəlmanların əlində idi. Ondan soruşulanda deyirdi, yox. Mən Peyğəmbər s.ə.v-in hansı halda Peyğəmbər s.ə.v-ilə ayrılmışam, yəni Peyğəmbər s.ə.v vəfat edən mən hansı halda idim, istəyirəm həmin halda olan ölənə kimi. İstəmirəm deyir, dəyişəm. Yəni dünya gəldikdə dəyişəm. Ona görə sahabələrin bəziləri fəth eləyəndə
həth elədiyi yerlərə gedib dünya mallarını görəndə oturub ağlayarlardı. Qorxarlardı dünya malına girişməkdən. Sözsüz ki, müsəlmanın da varlı olması lazımdır, ona şək şübhə yoxdur. Lakin mən demək istədiyim şey odur ki, əgər müsəlmanın malı dövləti artarsa fikir verməlidir. Hətta çaşmasın deyə. Hətta çaşmasın deyə. O malın Allahdan olmağını dərk eləməlidir. Və eyni zamanda o bütün daiman içindən keçirməlidir ki, Allah Teala onu kəpik-kəpik haradan qazanıb və hara harcayıb, hamısının Allah Teala qəti bir hissə də buraxmadan Allah Teala hesaba çəkəcək. Deməli, insan, tacirlər əgər bunu düşünərlərsə, sözsüz ki, onların zahiri və daxili əhvalları düzələr. Və eləcə də kəlam, danışıq delədir. Əgər insan çox danışmağa fikir verərsə, çox danışarsa, danışıqlarına fikir verməzsə, onda o insanın şəksiz, şübhəsiz ki, həlakə girəcək. Necə ki, İbrahim Nəxainin sözündən başa düşülür. Və həmçinin İbn Ömər radiyallahu anhuma rəvayət eləmişdir. Hökmü hədisin mərfuudur. Peyğəmbər s.ə.v qalxır. Deyir ki, لا تكثروا الكلام بغير ذكر الله فإن كثرة الكلام بغير ذكر الله يقسي القلب وإن أبعد الناس عن الله القلب القاسي. Görün nə gözəl sözdür Abdullah ibn Ömər radiyallahu anh. Deyir, faydasız kəlamla, yəni danışmağı çoxaltmayın. Allahın zikri olmadan danışmağı çoxaltmayın. Çünki Allahın zikri olmadan danışılan sözlər insanın qəlbini daşladır. İnsanın qəlbini möhkəmləndirir. Və deyir ki, Allah Taala'dan ən uzaq olan insanlar qəlbi daş olan insanlardır. Ona görə kafirlərə, məsələ bax, kafirlərin qəlbləri ən daş kimi olan qəlblərdir. Onlara tövsiyə edirsən, nəsihət edirsən, ayətləri oxuyursan, hədisləri oxuyursan, heç nə olaraq girmir, təsir eləmir. Çünki Allah Teala onların qəlblərini möhürləyib. Necə ki, Allah Teala buyurur, Xatamallahu ala qulubihim və ala səm'ihim və ala absarihim ğişava. Allah Teala onların qəlblərində, qulaqlarında, gözlərində nə edib? Möhürləyibdir. Görmürlər haqqı, nə haqqı işlə bilmirlər, nə də haqqı dərk elə bilmirlər. Elcə də Abdullah ibn Ömər radiyallahu anhumanın kəlamından bu başa düşdür ki, deyir, Allahın zikri olmadan faydasız sözləri danışmayın. Çünki Allahın zikri olmadan danışılan sözlər qəlbi qaraldır, qəlbi möhkəmləndirir, qəlbi daşa döndərir. Və Allahdan ən uzaq olan insanlar da qəlbi daş olan insanlardır. Abdullah ibn Məsud radiyallahu anh eyni zamanda həmin məsələdə deyir ki, Mə aləl ardı əhəqqu bi tuli sicnin minəl lisən. Yer üzündə deyir, ən çox həbs olmaya haqqı olan, ən çox həbs olunması şey dildir. Nəyisə türməyə salmaq lazımdırsa, həbs eləmək lazımdırsa, ən çox türmədə həbs olması, həbsə layiq olan dildir. Görün, necə də qəşəng sözdür. Daima insan dilini həbs eləməlidir. Şər danışmaqdan qorumalıdır. Məsələ, dediyim kimi, qardaşlar, uzundur. İslamda olan əsas hədislərdən hesab olunur bu. Çünki dil məsələsi uzun məsələlərdəndir. Ona görə danışası olsaq, bu mövzunun altına girərsi, gərək bir neçə mövzu haqqında danışaq. Səbəblərindən və onun səmərələrindən və onun aqibətindən və ora girir qeybət, nəmimət, böhtan, yalan. Bunların hamısını gərək həmin mövzunun altına salaq. Lakin onların hamısı öz vaxtında müstəqil şəkildə gələcək. Və hər hansının vaxtı gəldikdə onu təfsilatla, dəlillərlə zikr etməyə çalışacaq inşallah. Lakin bu hədisdə əsas, bugünkü dərsimizdə işarət onadır ki, insan dilini qorumalıdır sadəcə. İnsan dilini danışdıqlarına fikir verməlidir. Danışmazdan qabaq. Xeyir danışmağa çalışmalıdır. Əgər bunu eləməsə, o onu göstərir ki, onun imanında naqislik var. İmanı zəifdir. İmanı azdır. Hədisin ikinci fəqərəsi onu anlatır ki, Peyğəmbər s.ə.v buyurur. وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ جَارَهُ.
Hədisin birinci fiqrəsində sözsüz ki, öncədən nə gəldi? Kim Allaha və axirət gününə inanırsa. Biz Allaha və axirət gününə iman məsələlərini dəfələrlə danışmışıq. Ona görə həmin mövzuya toxunmadım. Allaha iman məsələsinə və axirətə iman məsələsinə toxunmadım. Və bu məlum məsələlərdəndir və keçən dərslərdə dəfələrcə zikr olundu. Sadəcə və sadəcə hədisin axırıncı kəlmələrini izah etməyə çalışırıq. Və necə hədisin ikinci fəqrəsində gəldiyi kimi Peyğəmbər s.ə.v buyurur, kim Allaha və axirət gününə inanırsa, qonşusuna hörmət eləsin. Qonşusuna ikram eləsin. Qonşusuna mərhəmət eləsin. Hədisdə sözsüz ki, qəsd olunan insanın evinə yaxın olan qonşusu nəzərdə tutulur. Yəni, evin ətrafında olan, lakin elm əhlinin bəziləri deyir ki, bütün qonşuluq həmin hədisə girir. İstərsən ticarətində, istərsən ticarətində olan qonşu, istərsən, nə bilim, harada olursan ol, yanındakı şərikindir, dostundur, bunların hamısı qonşuluğa girir. Və bunların hamısına, sənə vacib olan şey, onların hamısına gözəl rəftar eləməyindir. Və bu, mühüm məsələlərdəndir qonşu məsələləri. Yəqin ki, inşallah qonşu məsələləri müstəqil bablarda, müstəqil dərslərdə gələcək. Çünki onu müstəqil dərslərdə izah eləməyə daha çox ehtiyacımız var. Qonşu, qardaşlar, qonşunun haqları qonşulara böyükdür, çoxdur. Ona görə hər qonşusunun haqlarını yerinə yetirməyə çalışarsa, o zaman nə olar? Yer üzündə İslam ucalar, müsəlmanlar ucalar. Çünki bütün dünyada hər kəs, bütün dünya qonşuluqdan ibarətdir. Kimdir gedib tək başına səhrada yaşayan? Kimdir tək başına gedib dağın başında, təpəsində özünə binə qurub yaşayan? Heç kəs. Deməli, insanlar, ünsiyyət, insan sözünün əsas mənası, ünsiyyət sözündən götürülür. Yəni, ünsiyyət, yəni əlaqə. İnsanların bir-birinin əlaqəsi. İnsan tək yaşaya bilmir. Daima yanında yaşayan birini axtarır. Ona görə insana insan deyilir. Ona görə, deməli, bütün dünya, bütün dövlətlərin hamısı nədən ibarətdir? Qonşuluqdan ibarətdir. Hamı başqasına qonşudur. Ona görə, baxın, Peyğəmbər s.ə.v əsas məsələlərə toxunardı. Bütün daima. İslam aləmini düzəldəsi məsələlərdən bəhs eləyərdi Peyğəmbər s.ə.v. Ona görə, hər kəs qonşusu ilə gözəl rəftar eləsə, onda yer üzündə ədalət çox olar, yer üzündə Allahın dini ucalar və müsəlmanlar da gözəl yaşayar. Lakin, gəlin, baxın görək, müsəlmanlar, bugünkü gündə olan müsəlmanlar həmin məsələdən yerləri hardadır. Və yaxud nə dərəcədə bu hədisə əməl edirlər. Allahdan istəyirəm ki, müsəlmanlara yardım eləsin. Və qardaşlar, Peyğəmbər s.ə.v qonşuluq məsələsinin qonşuluq məsələsinin ciddi olmağını bəyan eləyərək bir neçə hədislər demişdir. Və bunlardan Peyğəmbər s.ə.v buyurur ki, لِأَنْ يَزْنِيَ الرَّجُلُ بِأَشْرَةِ نِسْوَةٍ أَيْسَرُ عَلَيْهِ مِنْ أَنْ يَزْنِيَ بِمْرَأَةِ جَارٍ. Bu hadisi İmam Əhməd Musnad kitabında rivayət eləmişdir. Peyğəmbər s.ə.v buyurur ki, bir kişi 10 qadınla zina eləməyi daha yüngüldür qonşusu ilə zina eləməkdən. Baxmayaraq ki, zina haramdır. Zina eləmək kitab və sünnətlə haramdır. Kim desə ki, zina eləmək halaldır, o insan kafirdir. Əbədi cəhənnəmlikdir. Namaz qılsa da, oruç tutsa da. Deməli, dində bilinməsi zəruri olan məsələlərdəndir zina. Bu hədis onu göstərmir ki, zina eləmək olar, yox. Sadəcə zina pis olmağına baxmayaraq Peyğəmbər s.ə.v deyir ki, qonşusu ilə insan zina eləməsi başqa qadınlardan onu ilə zina eləməklə daha pisdir. Zinanın şəriətdə həddi var. Əgər evlidirsə, daşqalaq olaraq öldürülür. Yəni, ölənə kim daşqalaq olunur? İstərsən qadın olsun, istərsən kişi. Əgər subaydırsa, onu qazi uyğulayır o məsələni. Ola bilsin onu sürgün eləyə, ola bilsin onu şallahalada, ola bilsin başqa cəzalar uygulaya. Yəni onu ədəbləndirmək üçün. Və ola bilsin öldürə. Bu məsələdə qazi ictihad edir.
Və bu hədisdə, qardaşlar, əsas işarət oradadır ki, bu hədisdə əsas fayda oradadır ki, Peyğəmbər s.ə.v qonşunun qonşuya olan haqlarının böyük olmasıdır. Həmin hədisin arxasında da gəlir, yəni insanın başqa 10 evdən nəsə oğramağı qonşusunun evinin ormanından daha yüngüldür. Yəni, qonşusunun evindən oğradığı şey başqa evlərdən 10 dənə oğradığından daha nədir? Daha böyük günahdır. Və hədislər çoxdur. Peyğəmbər s.ə.v eyni zamanda başqa hədislər gəlir. Deyir ki, Cəbrail əleyhissalam mənə o qədər qonşunu tövsiyə elədi ki, o qədər qonşu məsələsini toxundu ki, hətta elə zənn elədim ki, deyir, onu axırda nə edəcək? Qonşuyu varislərindən eləyəcək. Yəni, insan öləndə onun vərəsəsi kimə qalır? Öz törəməsinə, öz nəslinə. Deyir, o qədər mənə tövsiyə elədi ki, hətta qorxdum ki, deyir, qonşuyu varislərindən eləyər. Aydındır. Necə ki, Buxaridə gəlmişdi, başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur, Vallahi lə yu'min. 3 dəfə Peyğəmbər s.ə.v təkrar edir. Deyir, Allaha and olsun ki, o insan iman etmiş olmur. Allaha and olsun ki, o insan iman etmiş olmur. 3 dəfə dedilər, ya Rasulallah, kimdir o? Deyir, o kəs ki, qonşusu onun zülmündən özünü qutara bilmir. Və yaxud o kəs ki, qonşusuna zülm eləyir. Kafir olsa da belə. Yəni, qonşun kafir olsa da belə, o deməkdir ki, başını kəsib atmalısan. O deməkdir ki, hər görəndə ona şillə vurmalısan. Hər görəndə ona pis-pis baxmalısan. Xeyr. İslam dini dinlərin ən gözəlidir. Dinlərin ən ədalətlisidir. Nə xeyr varsa, hamısı İslam dinindədir. Ona görə müsəlman ancaq başqalarına örnək olmağa çalışmalıdır. Hətta Yahudi olsa belə qonşun, hətta Xristiyan olsa belə qonşun, hətta atəşpərəst olsa belə qonşun, onun sənin üzərində haqqı var. Qonşunla gözəl rəftar eləməlisən. Əgər ola bilsin ki, sən əzab çəkəsən, əgər onun sənin üzərinə düşən haqları yerinə yetirməsən. Hətta o kafir olsa belə. Ona görə qonşular neçə yerə bölünür? 3 yerə bölünür. Qohum qonşu, yaxın qonşu, müsəlman qonşu, biri də müsəlman olub qohum olan qonşu, biri də kafir qonşu. Bunların hamısının qonşusunun üzərinə haqları var. Başqa bir hədisdə, Müslimdə gələn hədisdə Peyğəmbər s.ə.v buyurur, deyir ki, qonşusuna zülm eləyən cənnətə neynəyəcək? Cənnətə girməyəcək. Bunların hamısı qonşunun qonşuya zülm etməsindən çəkindirən hədislərdir. Və buna diqqət yetirmək lazımdır. Və buna fikir vermək lazımdır, qardaşlar. Adicə baxsaq, Peyğəmbər s.ə.v-in qonşularından kim var idi? Bilirsiniz də, Peyğəmbər s.ə.v-in qonşularından biri Yahudi idi. Hətta onun oğlu xəstələndə neynədi Peyğəmbər s.ə.v? Getdi Yahudinin oğlunu ziyarət eləməyə. Getdi, baxdı, ölüm ayağındadır, baxır. Peyğəmbər s.ə.v ondan İslama girməsini tələb elədi. O da atasının üzünə baxırdı. Elə bil ki, izin istəyirdi. Atası da icazə verdi, işarət elədi ki, bəli. Dedi ki, adı Əbəl Qasim. Sən Peyğəmbər s.ə.v itaət elə. Yəni, İslama gir. Və o, əşhədu ən la iləhə illallah və əşhədu ənə Muhammədən Rasulullah dedikdən sonra ruhunu təslim eləyir və dünyasını dəyişir. Və Peyğəmbər s.ə.v deyir ki, əlhəmdülillah, Allah həmd olsun. Necə ki, deyir, Allah onu cəhənnəmdən mənimlə qutardı. Yəni, mən səbəb oldum onu cəhənnəmdən qutarmağına. Görün, əgər Peyğəmbər s.ə.v o Yahudi deyib getməsəydi evinə, bu olardı, qeyri-mümkündür. Ona görə müsəlmanlar, Peyğəmbər s.ə.v görün müsəlmanlar üçün necə də gözəl nümunədir, necə də gözəl müəllimdir. Ona görə biz Peyğəmbər s.ə.v-in sünnəti ilə getsək, Peyğəmbər s.ə.v ittiba eləsə hər şeydə, o zaman bütün saadətlərə qovuşarıq inşallah. Və eyni zamanda hədisin 3-cü fiqrəsində və sonuncu fiqrəsində gəldiyi kimi Peyğəmbər s.ə.v buyurur, kim Allaha və axirət günə inanarsa,
qonağına ikram eləsin. Qonaq məsələsi də mühümdür, qardaşlar. Bunların hamısı müsəlmanlar dini gözəl şəkildə yaşasınlar deyə qoyulan əsrlərdir. Bu hədisdə keçən 3 fəqərənin hamısı qoyulub ki, müsəlmanlar onu tətbiq eləsinlər ki, hətta bu İslamı yaşaya bilsinlər. Ona görə Peyğəmbər s.ə.v həmişə İslam cəmiyyətini islah eləməyə çalışardı. Və yaxud İslam cəmiyyətini islah edici kəlmələr işlətməyə çalışardı. Çünki əsl İslam birlikdədir, birliklə olur. Və əsl İslam insanları birliyə çağırır, toplanmağa çağırır. Allah Teala buyurur ki, وَلَا تَفَرَّحُوا ayrılmayın, parçalanmayın. وَاَعْتَصِمُوا بِحَبْلِ Allahın ipindən, yəni Quran-ı Kərimdən möhkəm tutun. Və Peyğəmbər s.ə.v həmişə müsəlmanlar bir araya gəlməyə. Ona görə cəmaat namazı nəyə görə gündə 5 vaxt meçidlərdə qılınmalıdır? Çünki müsəlmanlar daima bir araya gəlsinlər deyə, bayramlarda bir araya gəlsinlər deyə və s. kimi yerlərdə. Nəyə görə Peyğəmbər s.ə.v əgər bir toya çağırırlar, sonra getməyi vacib eləyir? Çünki hətta müsəlmanlar bir araya gəlsinlər, bir-birlərini görsünlər deyə. Bunların hamısında məqsəd Peyğəmbər s.ə.v bu cəmiyyətin, müsəlman cəmiyyətinin, müsəlman toplantılarının gözəl şəkildə İslamı yaşasınlar deyədir. Elcə də bu cəmiyyətin qonaqlar bir parçasıdır. Peyğəmbər s.ə.v əmr edir ki, kim Allaha və axirət günə inanırsa, qonağına ikram eləsin. Evinə gələn qonağına hörmət eləsin, mərhəmət eləsin və ona xidmət eləsin. Deməli, bir müsəlmanın evinə, bir müsəlman qonaq gedərsə, ola bilsin kafir gələr. Ola bilsin ki, müsəlmanın evinə kafir qonaq gələr. Ona da vacibdir. Sən xidmət eləsən, hörmət eləsən ona da. O da qonaqdır. Və bu da hikmət var ki, sən onunla gözəl rəftar eləsən, ola bilsin İslama girər. Aydındır. Bu dəvət üslublarındandır. Peyğəmbər s.ə.v deyir, kim Allaha axirət günə inanırsa, qonağına hörmət eləsin. Qonaqda da gəlmir ki, müsəlman olmalıdır, kafir olmalıdır. Ümumi şəkildədir. Ona görə elm əhli deyir ki, bir gün bir gecə qonağa ikram eləmək vacibdir. Yəni, sən ona gözəl şəkildə xidmət eləməlisən. Bir gün, bir gecə. Qaldı ikinci, üçüncü günü normal sən yediyin şeydən yeyib, normal sən içdiyin şeydən içə bilər. Amma ondan sonrası Peyğəmbər s.ə.v deyir ki, 3 gündən sonrası isə ona elədiyin hər bir hörmət nədir? Sədəqədir sadəcə. Sadəcə istəyərəkdən və ona yəni sədəqə vermək niyyəti ilə ona sən nə bilərsən, evində saxlaya bilərsən. Lakin onun haqqı var, bir gün, bir gecə sənin evində qalmağı tələb eləməyə. Hətta fıxıl kitablarda bəzilərində gəlir ki, deyir, o gedib qaziyə şikayət elə bilər ki, məni saxlamadı filan. Evində bir gün, bir gecə. Və qazi də onu çağırıb, onu cəzalandıra bilər ki, sən onu niyə saxlamadın? Çünki hökmü əgər vacibdirsə, onu tərk edən günah qazanır və günah eləyənləri də qazinin haqqıdır, ədəbləndirsin. Başqa bir məsələ də var. Necə ki, Peyğəmbər s.ə.v bunu dedi ki, kim Allah və axirət günü inanırsa, qonağına hörmət eləsin. Bəzi elm əhli deyir ki, bu da şərt deyil ki, sən evinə gələn qonağa hörmət eləyəsən sadəcə. Yox. Əgər sən bilirsənsə ki, sən yaşadığın kəndə qonaq gəlibsə, sən onun evinə aparmağın vacibdir. Yəni, sənin ikramın elə oradadır. O demək deyir ki, qapını qoyub, döyüb evinə girəndən sonra. Xeyr. Gördünsə ki, bir adam qəribdir sənin kəndində, sənə lazım olan nədir? O qəribi evinə dəvət eləmək. Onu qonaq saxlamaq. Budur sənin ona olan ikramın, hörmətin. Bəzi elm əhli deyir ki, bu kənd yerlərinə aiddir sadəcə. Toplumlar az olan yerlərə aiddir sadəcə. Çünki şəhər yerlərində otellər var, şəhər yerlərində dükanlar var, qalacaq yerləri var və s. kimi. Ona görə şəhər əhlinə vacib deyil. Hansı yerdə ki, qalacaq yoxdur, yemək yeri yoxdur, yeməkxanalar yoxdur. Yəni, bu adam nə yeməyə yer tapır, nə yatmağa yer tapır, belə yerlərdədir, deyir vacib. Və sözsüz ki,
bu elm əhlinin hamısının, bunların hamısı elm əhlinin fikirləridir. Və müsəlman bacardığı qədər gördüyü kimsizləri, ehtiyac sahiblərini, ehtiyaclarını gedirtməyə çalışmalıdır. Allah Taala'dan diləyirəm ki, bizlərə kömək olsun İslamı gözəl şəkildə yaşamağa. Allah Taala'dan diləyirəm ki, bizlərə yardım etsin dilimizi qorumağa. Allah Taala'dan diləyirəm ki, bizi qonşularımızla gözəl ünsiyyətdə olmağa nəsib etsin. Allah Taala'dan diləyirəm ki, qonaqlara gözəl ikramda olmağı Allah Taala bizə rahatlandırsın. Və aqul ma tesma'un və estağfirullah və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və ashabihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.